bitkisinin çiçək düsturunda çiçək yanlığını əmələ gətirən bitki struktur elementlərinin sayı. Bitki struktur elementlərinin sayını soruşur bizdən. Çiçək yanlığını əmələ gətirən bitki strukturlar. Bilirik ki, çiçək düsturu noxud bitkisində kəsacıq 5, 5-i də birləşikdir. Ləçəklər deməli ikisi birləşibdir və 3-ü sərbəstdir. Yəni bu 2 plus 1 kimi sərbəst belə yazmaq olar. Erkəkcik demək 9 plus 1 kimi yazılırdı. 9-u birləşikdir. Dişici isə 1 dənə olurdu. Yəni biz burada çiçək yanlığı dediyi üçün çiçək yanlığını əmələ gətirən 5, 2-ni götürəcək. Birləşik strukturlar A bərabərdir 7-yə və struktur elementlərin cəm sayı dediyi üçün cəm sayıda biz bunları götürürük, cəmləyirik və 5 üstəgələk 5, 10, üstəgələk 10, 20 və 21 ədəd olacaqdır. 21. İndi bizdə bunların nisbətini soruşur. A, B-nin nisbəti. Deməli 7-nin 21-ə nisbəti, o da 1-in 3-ə nisbəti olacaqdır.